Salam dostlar. Bu günləri biz ənənəvi olaraq Tray həkmi maşınından danışacağıq. Bu dəfəki maşının adı Kenobidir. 45 dəqiqə nəzərdə tutulub. Samba servislərinin enumeration'idir. Həmişə olduğu kimi dərs başlayanda da həmişə deyirik ki, istifadə olunan texnika və texnologiya yalnız etik və icazə verilən maşınlarda tətbiqinə icazə var. Digər maşınlardan istifadəsi qəti qadağandır. Və bu qaydaya da həmişə riayət etməyə də sizi dəvət edirəm. Deməli, bizdə burada Kenobi maşınıdır. Bizim IP-miz var. Mən artıq skan etmişəm. Özümə bir qovluq da yaratdım Kenobi hər ehtimala qarşı. Burada ilk tapşırıq əlbəttə ki deploydur. Deyir, neçə port açıqdır hal-hazırda. 1, 2, 3, 4, 5, 6, 7 port. Yazırıq 7, submit edirik. Bu da düz gələcək. Aha. İndi burada deyir ki, Samba servisini araşdırmaq üçün hansı komandalardan istifadə etmiyorlar. Onun haqqında məlumat verir. İlk öncə Nmap-dən danışılır ki, Samba servisi 445, bir də 139 portunda olur. Yəni bu portlar açıq olur standart olaraq. Burada biz enumerate eləyəndə, yəni bu Nmap ilə, Nmap təkcə IP-lərlə getmir də, həm də ki Nmap-in içində skriptlər var ki, müəyyən servisləri skan edəsiniz. Aha, bizdə burada nə verdi? Bizdə burada deyir ki, using map above how many shares have been found. Yəni neçə dənə servis burada paylaşılıb? 1, 2, 3. Yazırıq 3. Okey. Bu da düz çıxdı. Aha. İndi deyir ki, bu komandanı yerinə yetirək. Using okey. Burada sadəcə göstərir ki, məsəl üçün də IPS, Anonymous, bir də print servisləri var ki, onlar share olunur. Samba client edirik, enter sıxırıq. Parolu bilmirik, amma daxil olduq. Aha. Biz burada Linux komandasını yerinə yetirə bilərik. Baxa bilərik ki, burada nələr var, nələr yoxdur. Hal-hazırda log.txt var. Mən bu log.txt-ni getlog.txt komandası ilə öz qovluğuma yükləmişəm. Və yaxud da ki, siz more log.txt yazaraq qovluğun içində olan, burada RSA idi sadəcə, qeyri-adi bir şey yoxdur. Adi loglardır. Burada belə də şey yoxdur. O deyir ki, burada nə gördün? Nə gördüm? Log.txt faylını gördüm. Başqa nə gördüm ki? Heç nə. Qeyri-adi bir şey yoxdur. Deyir, FTP hansı port istifadə edir? Heç komanda falan lazım deyil. 21 yazılıb keçirik. Yəni, burada sizin network bilikiniz önəm kəsb edir. Burada what mount can we see? Deməli, copy edirik komandanı. Baxırıq, görək ki, bura nə daxildir? Yazılıb. Slash var. Okey. Gördüğünüz kimi hələ ki çətin bir şey yoxdur. Burada yazılıb ki, Pro FTP servisi hansı versiyadadır? Biz skan etmişik 1.3.5. 1.3.5. Okey. Submit etdik, getdi. Yazıb how many exploits. Deməli, bu servisin neçə exploit'u var? Biz bunu necə bilə bilərik? Search, exploit 1.3.5 yazan kimi bizə burada 4 dənə versiya verir. Biz 4-də yazırıq, gedir. Okey. Aha. Biraz geniş açaq buranı. Aha. Bizə deyir ki, bu komandaları yerinə yetirmək lazımdır indi. NC bizim maşınımızın IP-si və portumuz 21. Ona görə bizdən soruşmuşdu ki, hansı portdan servis istifadə edir. Daxil oluruq. Deyir ki, buradakı, yəni İngilis dilində var. Burada yazılır bizə mod, copy module, implement, sites, SPFR. Aha. Bunu yazırıq. Home Kenobi
slash nokta ssh slash idrsa. Yeah. Site spfr home Kenobi slash nokta ssh slash id rsa. Aha. 350. Bu deməkdir ki, artıq biz düzgün yoldayıq. Növbəti bizdə gəlir site cpto var tmp id rsa. Copy successful. Okay. Biz burada baxırıq. Bizim burada idrsa faylımız var. idrsa varımızı deməli ssh ilə biz daxil ola bilirik də, düzdürmü? User'ımız Kenobi'dir. Tak. Burada deyək ki, let's mount the var. Aha, okay. Yəni sadəcə olaraq bu bu fayl məndə artıq var. Bu da var mən biləni. Okay. Komandaları sadəcə kopyalayırıq. Aha. Bundan sonra burada gəlir. Biz bu komandaları yerinə yetirdik. Biz idrsa-mizi də köçürtmüşük. Chmod da etmişik. Bizə qalır axırıncı ssh. Aha. Enter'ə sıxırıq. Biz artıq maşındayıq. Okay. ls etdik. User.txt'miz var. Deməli biz nə edirik? Cat user.txt. Aha. Biz bir adi istifadəçinin nəzərdə tutulan xəşini tapdıq. Biz birinci flaggimiz hazırdır artıq. İndi bizə gəlir privilege eslocate. Həmişə olduğu kimi. Privilege eslocate, yəni biz maşına girməyimiz bir dərddir. Yəni belə loru dildə desək. Privilege eslocate isə ikinci dərdimizdir. Çünki həmişə əldə etmək olmur. Bəzən maşına daxil olursan, amma ki növbəti mərhələdə müəyyən problemləri yaşayırsan. İndi biz nə edirik? Burada deyilir ki, burada SUID, SGIT, sticky bit onun haqqında ümumi məlumat verir. Bunu siz oxumalısınız, öyrənməlisiniz. Yəni bunu mən bu videoda izah etməyim azı bir saat çəkəcək. Mən sadəcə olaraq ola biləcək buradakı müəyyən komandalar axtarıram ki, rootdan istifadə edərək özümü müəyyən komandalardan istifadə edərək özümü root edim. Burada deyilir ki, what file looks particularly out of the ordinary. Mən bunların hamısını əvvəldən yoxladığıma görə mən yalnız bunu göstərəcəm. Yəni mən burada ilişdim qaldım. Çünki burada komandanı verəndə artıq 3 dənə komanda verir sənə. Məsələn, bir çıxan kimi avtomatik sistem haqqında məlumat verilir. Demək ki, bizdə budur. Aha. Biz bunu götürürük, submit edirik. Deyir ki, neçə dənə opsiyası var? 3 dənə opsiyası var. Növbətidə deyilir ki, TMP yadınızdadır da, yəqin ki, biz çox vaxt Linux exlocate eləyəndə TMP qovluğuna giririk. Aha. Və deyilir ki, burada bu komandaları yerinə yetir. Echo bin sh aha curl chmod 77 curl export pass bərabərdir tmp biz hansı qovluqdayıq onun haqqında məlumatdır. Dollar işarəsi pass. Okay. Yenə təzdən. Ay. Aha. Bir edən kimi, aha. Mən soruşuram. Who am I? I am root. Rootamsa mən hara girə bilərəm? cd roota. Düzdürmü? Cat root .txt edirəm. Bu da mənim privilege eslocate-im. Həmişə dərsin əvvəlində olduğu kimi, sonda da deyirəm. İstifadə olunan texnikalar try hackme və hexabox üçün nəzərdə tutulub. Digər maşınlarda bu texnika, bu texnologiyadan istifadə etmək qəti qadağandır.
Əgər siz də pentester və yaxud kiber təhlükəsizliklə mütəxəssis olmaq istəyirsinizsə, kanalıma abunə ola bilərsiniz, suallarınızı yaza bilərsiniz. Çalışacaq ki, sizə yardımcı olaq. Bundan əlavə, o insanlar ki, fikirləşir ki, kiber təhlükəsizlik onun üçündür. Bu kanal həm də onlar üçündür. Nəyə görə? Onlar qoy görsünlər ki, gücü çatacaqmı bu bilikləri əldə edib tətbiq etmək, yoxsa yox. Yoxsa digər yaxşı peşələr də var. Çalışın o peşələri də üst tutun. Yəni əgər dəbdədirsə bu gün kiber təhlükəsizlik, o deməkdir ki, qaçmaq lazımdır sırf bu sahəyə. Bəlkə sizdən yaxşı sistem administratoru olacaq bu dərslərə baxmaqla. Çünki siz artıq biləcəksiniz ki, hansı boşluqlar var, hansı sistemi necə qoruya bilərsiniz və yadda saxlayın, təkcə biz hücum etmələrdən deyil, həm də ki qorunmaq haqqında da video dərslərimiz olacaq. Əgər dərslərimiz xoşunuza gəlirsə kanalımıza abunə olun, paylaşın, dostlarınızı kommentə yazın. Biz həmişə şad olarıq ki, bizim də community'miz artsın, daha yaxşı savadlı uşaqlar yetişdirək. Bir daha sizə hamınıza uğurlar arzu edirəm.